Heç olubmu ki, bugünə kimi unutmadığınız bir ayrılıq yaşamısınızmı? Yəni, bugünə kimi o ayrılığı unutmursunuz, heç görə unuda bilmirsiniz. Bax, mən sizə bir söz deyim, belə bir şey yaşamışam mən. Yaşımın 35 yaşımda mən belə bir his yaşamışam və düşünmüşəm ki, bu mənim artıq kamillik dövrümün bir sevgisidir, aşkıdır. O çox belə ömrü deyirlər, hərdən 3 ili keçdinsə 7 ilə keçir, 7 ili keçdinsə daimi keçir. 3 il oldu o sevgi, məhəbbət. Çox yüksək səviyyədə oldu, hər tərəfli. Gözəl oldu. Niyə ayrıldınız bəs? Nə səbəb oldu ayrılmağa? Amma sonra qəribə bir şey baş verdi. İnsana sual verirlər hərdən ki, sənin həyatında məhəbbət olub, əsl məhəbbət. Məncə, insanın həyatında bir dəfə əsl məhəbbət olur. Və mən həmişə düşünürdüm ki, bu belədir. Və mən o qədər, siz onu unudana qədər mən həkimdən də dəstək aldım. O dərəcədə psixoloji olaraq? Hə, çox psixoloji. Çünki çox qəlbimə salmışdım. Yəni, ciddi bir, hətta sənətimi də belə də düşünürdüm ki, mən artıq istədiyim insanı tapmışam və biz ciddi bir ailə qurarıq. İnsan hər zaman, yəni, sevməlidir. Bir söz işlətdiniz ki, 3 ilə qədər. Doğrudanmı sizcə sevginin müddəti deyirlər var? Məsələn, necə biz gedirik, bir məhsul alırıq, hər məhsulun üstündə yazılır ki, son istifadə müddəti. Varmı sizcə sevginin istifadə müddəti? Sevgilər, yenə də deyirəm ki, iki sevən insan qarşılıqlı olmalıdır sevgi, ümumiyyətlə. Onun üçün, yəni ki, necə deyim, iki insan bir-birini yaşatmalıdır. Kimisi orada yaşada bilir, kimisi də yaşatmaya bilir, yarımçıq qalır. Amma belə deyirlər də, yəni 3 ildir, 3 ili keçdinsə sən artıq bu doğmalığa keçir, nə bilim. Amma bunu ailə həyatı ilə bağlı, ailə həyatında da ümumiyyətlə bəzi ailələr sevgi üzərində qurulanda görsən ki, orada biraz xoşa gəlməyən hadisələr baş verir. Amma ağılla, başla, hörmətin, necə deyim, sayğının üstündə qurulan ailələr görsən ki, uzun ömürlü olur.